O qabırğa məsələsi də Təhrif olunmuş, bəli, yəni dinlərdir. Yəni İndi heç qabırğadan yaranmıyor. yox, qabırğadan yaranmıyor. Düzdür, o aşağılayıcı bir yanaşmadır. İslam mətnlərində elə bir hədis, elə bir yanaşma qabırğa, məsələn. var. Zəif hədislər var. O hardan gəlib ümumiyyətlə? O söz hardan gəlib düşüb? Bəzi zəif hədislər var, ancaq mətnləri zəifdir. Biz bunun müqabilində sənədləri səhih olan hədislər görürük ki, orada deyir ki, Allah Taala müstəqil yaratmağa qadirdir də. Nəyə görə? Bir artığından və yaxud da ki, bir qabırğasından yaratsın. Bir artıq kimi təqdim eləmək istəyirlər də qadını. Əsalət kişidir, qadın da ki, da indi kişiyə görə yaranıb. Bəli, Bu o yanlış. amma İslam deyir ki, Xristian mətnlərində ancaq bu cür yanaşmalar var. Qadın ikinci dərəcəlidir, kişinin artığından yaranıb, qabırğasından yaranıb. Ancaq İslam mətnlərində yəni elə bir yanaşma yox. Hətta belə bir keçən bir yazı çıxdı qarşıma. Deyirdi ki, şeytan qadını vəsvəsə edir, qadın da kişini. Aldadan qadını. Bir mən Rövşənəm deyirsən, qadın çıxartdı Adəmi cənnətdən. Bu xristianlığa görədir. Bizdə deyir vəsvəsə ləhumə. Mən onu istəyirdim, sağ olsun, müəllim dedi. Bəli, ikisini də İkisinə də Hər ikisinə vəsvəsə vəsvəsə elədi. elədi. Birinə vəsvəsə eləməyib.